Salam aleykum değerli dostlar. Bugün size sevgi ile alakalı bir şey demek istedim. Kur'an-ı Kerim'de hem de Esma-ül Hüsna'da Allah'ın sıfatları arasında El-Vedud, sevdiği kulların dostu olan Allah özünü tanıdır. Ve Allah Kur'an-ı Kerim'de bizim velimiz, dostumuz, yaxınımız, himayedarımız, şefaatçimiz olarak Allah bu terimlerde bizə özünü tanıdır. Və əfsuslar olsun ki, Qurani Kərimdə bəzi tərcümə xətaları eləyiblər. Məsələn, Allaha qarşı günah işləməkdən çəkinin və ya günahlardan çəkinərək pisliklərdən uzaq durun, bu kimi ifadələr. Təqvalı olun, haqqı ayaqda saxlayın. Bu kimi tərcümə ediləsi sözlərin bir çoxu Allahdan qorxun kimi tərcümə eləyiblər. Allahdan qorxun kimi eləyən bir neçə tərcümə var. O tərcümədə Allahın dininə yalan uydurmalardan, ondan qorxun. Allahın dininə bəzi uydurmalar eləməkdən qorxun. Allaha din uydurmaqdan qorxun. Bunlar var. Ancaq təqvalı olmaqdır, haqqı ayaqda saxlamaqdır, Allahın hüdudlarını keçməməkdir. Bu kimi sözləri Allahdan qorxun kimi tərcümə eləmək doğru deyildir. Allah bizə özünü sevgi və şəfqətlə özünü tanıdır bizə. Allah bizi sevməsə bizi yaradarmı? Allah bizi sevir. Hətta insan necə anası uşağı sevir? Dünyada ana uşaq sevgisi qədər böyük sevgi olar mı? Allah'ın bizə olan sevgisi bundan bəlkə də bir neçə min dəfə artıqdır. Və bunun üçün Allah sevgisini biz unutmayaq. Allah'ın mərhəmətini, rəhmini biz unutmayaq. Sevgi deyiləndə insanlar arasında sevgi də bir eylemdir. Bir davranış, sevgi davranışlarla ifadə olunur. Əgər bir insan götürüb WhatsApp statusunda qoyursa mən səni sevirəm, bu yalan söhbətdir. Çünki sözlə sevgi olunmaz. Sevgi davranışla, eylemlə, onu yaşayaraq, həyata keçirərək onunla sevgi olur. Həmçinin biz əgər desək ki, biz Allah'ı sevirik deyib də heç nə eləməsən bu sevgi olurmu? O Allah'ı sevirik deyəndə o Allah sevgisini sən öz davranışınla ifadə etməlisən. Öz həyatında, yaşayışında Allah sevgisini insanlara bildirməlisən, onu belə ifadə etməlisən. Yoxsa statuslarda orada burada mən səni sevirəm, sənə quzu kəsim, sənin üçün ölüm, qurban olaram. Bu hamısı yalan söhbətlərdir və hamısı reklama girəsi şeylərdir. Sevən insan bu şeyləri deməz. Sevən insan maddi mənəvi öz yaxınına, dostuna, əgər arvadı kişi arvadına, ana uşağa, uşaq anasına bu sevgilər əgər varsa, indi görür ki, insanların kiməsə, nəyəsə, hansısa maddi mənəvi ehtiyacı var. O ehtiyacları gidərməkdən ötürü ona yardım, dəstəkdə, ona bir məsələni həll eləməkdə, onunla birlikdə o məsələni birlikdə götürüb onun həllini yerinə yetirməyə və o məsələnin üzərində çalışsalar əgər, buna sevgi deyilir. Yoxsa mən səni sevirəm və yaxud da digər bunun kimi sözlər həm statuslarda, həm də orada burada, həm də adnaklasnikalarda şəkillər qoyub altında o yazı yazmaqla bu doğru değildir. Bu sevgi değildir. Bu riyadır. Sevgi insan kiməsə göstərməkdən ötürü eləməz. Həm kişinin qadına, həm qadının kişiyə, arvadın sevgisi və ya insanın Allaha qarşı olan sevgisi. Göstəriş üçün bunu eləməz heç kim. Əgər həqiqətən sevən insan bunu göstərişə çevirməz və ətrafda olan insanlara onu göstərməyə, onu reklam eləyib də statuslarla qoymağa ehtiyac hiss eləməz. Sevən insan Allah'ı sevdiği kimi, təbiəti sevdiği kimi,
her bir dünyada yaradılan her şeyi sevdiği kimi o şeyleri de Allah rızası üçün sevməlidir o. Biz dünyada olan her bir şeyi sevirik, Allah rızası üçün sevirik. Biz Allah'ı sevdiği üçün dünyada olan her bir şeyi biz sevirik. Ve bunun üçün sevgi meselesi hədə qorxuyla olmaz. Birinci biz Allah'ı tanıyıp Allah'ı severek ibadet eləməliyik. Allah sevgisini unutmamalıyıq. Sevdiği kulların dostu olan, velisi olan, yardımcısı, himayədir, şəfaətçimiz olan Allah'ı biz heç vaxt unutmayaq. Allah bize yaxındır, biz onu axtarmayaq uzaqda. Ve Allah'ın mərhəməti, rəhmi her zaman bizim üzerimizde olduğu biz unutmayaq. Ve Allah'ın bize olan o kadar büyük sevgini de biz unutmayaq. Ve Kur'an-ı Kerim'de qorxu ilə bildirilən tərcümə səhvlərin bir çoxunda Allah sevgisindən söhbət edir. Biz uşaqlıqdan bəri Allah sevgisi yox, Allahdan qorxun kimi dini öyrədiblər. Bunu belə anlamışıq, hələ də belə öyrətməkdədirlər. Namaz qılmayanları döyün, döyərək namazı öyrədin. Bu yanlış ifadədir. Birinci Allah'ı sevdir və sevdirdikdən sonra insan o namazı qılacaqdır. Allah sevgisi birinci qəlblərdə, ürəklərdə yaşasın. Ona hədə qorxuya ehtiyac qalmayacaq namaz qıldırmaqdan ötürü. Qul sahibini sevəndə sahibi üçün, Allah üçün o her bir şeyi Allah rızası için eləyəcəkdir. Hem namazı, hem orucu, hem diğer ibadetleri. Hem aile içerisinde sevgi eləyəndə, hem Allah üçün ettiğini sevgidə riaya, göstərişə, statuslara, sevirəm sözü yazmağa ehtiyac yoxdur. Sevgi davranışla ifadə olunan bir eylemdir, bir hərəkətdir, bir davranışdır. Ve bu sevgi de sadece olarak yaşayarak eləyər. Mən seni sevirəm, bu boş sözdür. Ve o sevirəm deyip onu hayata geçirsin. Onu dediğiyle, əməliyle onu yaşatsın. O zaman bu sevgi olar. Yoksa ağzından çıxan bir kəlmə ilə sevgi olmaz. Sevgi dəstəklə, köməklə, ona qayğıyla, yardımla, onu ürəkdən alaraq olur sevgi. Sadece bu eylemlerdir sevgi. Ve aleyküm assalam ve rahmetullah ve berekatuhu.